Hamza salam dostlar, ben təzə bir qorxu oyununa qarşınızdayım. Adı altta gördüyünüz kimi Modlike, yəni heç bilmirəm nə deməkdir, elə yüklədim. Bu oyunu karanlıqda kulaklıkla və ekran parlaqlığı maksimumca oynamanız önərilir. Ya sən önerilməyə qalıb. Bu oyun işığa duyarlı epilepsisi olan kişilər üçün uyğun olmaya biləcəyi yanıb sönən işıq effektlərə sahibdir. Epilepsisi nədir? Tövbə tövbə. Başladıq. Modlike'ın 40 saat tutulmadan öncəki gecə. Nə tutulmadan öncəki gecə? Yok evi Modlike'ın 40 saat evi. Bu nədir? Atası da belki yalan aslında. Ne değilim aslında. Hadi bu da adı ne ama? Bu da direkt. Ne adam? Ekran derime telefon sistemiyle yardım edin. Karabasan gördük. Sadece bir kabusmuş. Ne kabus ha? Ölürdün. Yataktan çıkmak istemiyorum ama çok fena hareket etmek için ekran. Yaxşı. Nada? Objeler ve insana işlem kurmak için. Gidim ya. Ama bunu işlədən verəm ki, bu cəhbər eləyim. Ama bunu həyatda işlədən verəm. Yolda getdiyimiz yerdə neyim ha? Məsəl keçim. Ha bura. Tek başıma dışarı çıkmaktan çok korkuyorum. Biri nerede? Ya sana ne var axı? Çıx görüm axı. Qorxursansa qaç yatağa. Tek başıma. Mənə nə axı? Mən gəlim səndən. Biri neredesin? Ya sana ne var axı? Biridən qalx ayağa get evə. Yani evində deyək. Tek başıma dışarı. Səndən də qorxaq uşaq sənə. Neyiniyim indi? Biri hardan tapım? Hep oyuncakları oynamak istemiştim ama koruyucu ailem hiç izin vermedi. Ah mənə sən ailenle değil. Bilisiz jest görək. Ama böyle kaçak dersin. Evki belə eləyəmirik. Bu nədir? Can, ruh hali. Adamı dəyişəbirik. Nə dəyişirəm ki? Tek başıma ay başa dəysin sən tək. Ha buradayım şeyti. Havlamayı bırak. Babam seni ormanda bıraktığımı söyledim. Hala sen baban yok. Baban yok. Yani baban yok deyəndə yani evde eşim belə təhsil gəzdiyinə görə yəqin babası da yoxdur evdə. Nəysə gedək. Aha aynen buradan keçsəm 100% ayrı bir nəfər görəcəm. Görmürəm ama nəysə. Anne baba duyuyor musunuz? Duyuyorlar sana. Cevap vermiyorlar. Bir başı sok içeriye bakacak neyinler. Gürültü yapmayı bıraksam iyi olur. Yoksa beni yine dövecekler. Eyle anahtarım ben. İlk girezi içeriye sana işe soracak haberin olsun. Ne oldu biri bir şey mi gördün? Bu birinin başka araba bak haberin olsun. Ne oldu? Ne korkakçı mı galiba bu pencerenin yanında? Ne oldu bakı? Sen de işi gör. Neyin yay? La havle. Belə gedim it kimi mən nə edeyim? Bu nə lan? Hə. Bu nasıl Bili onu gördün mü? Bili görmeyip sen de beraber gireceğiz o Nitaza. Bili dur. Bili gözlüğü beləsən. Hara qasır ha bu? Boydada. Evin içine ağaç sokmuşsunuz ay kardeş. Bili takip et mutfağa git. De hansı ağlı olan gedər mutfağa. Bili'nin dalınca get. Bismillah. Bili dışarı kaçtı. Sen de özü ateşe de. Şey itmek için. Tıkla. Yaxşı da Bili'ye kardeş. Ne neyim? Sana bu nesneyi itebilirim. Hadi ne İtalyanlısan? Şu İtalyan. Ne İtalyan? Ben bu bir saatten atar öleceğim. Neyi sen olacağım? Get eşya. Kapı kilitli.
Vay dədə, bu nə tər evdir? Nə tər eləyim bunu? Qaçay, mutfağa gedim bir də. Gedim. Tabii gedəməyəcəm. Nə tər eləyim indi mən bunu? Burada eləyim. Ya mən bunu eləyincə kimi video qurtarmasa mən də bir şey bilmirəm. Bu da elir yere. Ne eləyim mən bunu? Aha, axırda çox şükür, min şükür. Buradaymış ya sır. Allah'a şükür ya axırda. Daşla qapıyı da. Envanteri açmaq üçün bunu. Yaxşı da aç qapıyı. Aç qapıyı gardiyan, sevdiklerim. Burada yox deyil. Mutlaq kırsal alanı. Karanlıkta söküncə düşə çıxmamalıyım. Ama biri bulmam lazım. Başa soxum səni bu biri. Ay mama deyəcəyim şimdi. Ha bu mamasıdır. Ha belə adam olar siz Allah belə yerlərdə. Belə yerlərdə olar ama gerçək həyatda belə şey olar. Mısır tarlaları Motlaqın kırsal alanı. Sənə nə var axı? Sən get işə gücə. Bu nədir? Bu bayaqca mutfaqdakı deyil o. Korkuqdan hiç hoşlanmıyorum. Mən də. Beləsindən çox hoşlanır. Aslında pis edər, qəşəng qoyarsan. Ortaya şərt edək. Qəşəng tüm qarğaları qovar. Bax telefon titriyində. Ha, xəbəriz olsun. Yəni o qədər gəlir. Sən nə ağılla polisadan gələnmisən, he? Bu çukur çox dərin, qarşıya atlamalıyım. Nətəri tullanıb? Bunu 100% alacaq var. Nətər almışım amma bunu? Hadi yaxşı da bildim, qarşıya atlamasan. Atlama düyməsi yoxdur axı. Ben belə oyunum varını. Götür da ay qardaş, ala götürəm bizə. Mən bu nətər götürmüş. Hadi götür da şey. Götürəsən, bax parasından o yana qoyarsan, keçəsən o yana. Mən buranı keçə bilsəm 2 olsun. Sanırım bu nəslə itə bilirim. Hadi mən də bayaqda bu sözü deməliydi sənə. Boy bir yara tutdum səni. Boynam tutdum sənə. Aha. Bu da kütüğün içində olacaq 100% biri. Nədir? Biliyin en sevdiği oyuncak. Bebeğe oxşam bro. Ayrı bir şey olur. Ay qardaş! Ay qaçsana! Game over. Ay dədəm. Yandı uşaq getdi. Uşaqdan uşaq sıxılsa. Biliyin en sevdiği oyuncaqdır. Bu oyuncaq dəli ölüb. Bunun yana bir doğunun kuşu. Kaç. Neyim? Ay qardaş. Ötürə bəni. Bir yumruq vuramırsan bu bir yere soğumursan. Bu boyda ağaç. Vuruyor be. Bir daha yumruq vursan. Töküləcək yerə bu. Hələ bundan qaçır. Onun istər gizlənəcəm. Ne deyəsən? Hə. Elə. İndi çet. Lan şey kimi bakalım. Ay qardaş. Bir sağa baxamırsan. Neyse elə baxma, mən də gelim. Şu kütüğün içerisinde biri nefes aldığını duyabiliyorum. Biliyor adamsın. Kütüğe gir, devam et. Ağlı olan adam devam eləyər, amma biz kütüğe girək də. Biz görək də, başa hər
her şey gəlib girməyir. Öyle rahat. Fazla merak. Bakın bir şey çıkarlar. Allah'a emanet olun dostlar. Videonun da sonuna gətirək. Like atıp abone olup yorum yazmayı inşallah. Her video değilim ama eləyərsiniz zaten inşallah. Allah'a emanet olun, sağ olun.